Baş gibi görünür. Qonaqları salamlayıram. Xoş gəlmişsiniz. Mənim üçün çox xoşdur ki, burada təcrübəli və çox elmli insanlar əyləşibdir, dərsi müşahidə etməkdədir. Deməli, ali məktəb pedaqogikası çərçivəsində bugünkü mövzumuz seminar məşğələmizdir. Bugünkü mövzumuz Azərbaycan təhsilində Bologna prosesi, təhsil siyasətinin konseptual çərçivəsidir. Biz sizlə vaxtaşırı dərslərimizdə qeyd edirdik ki, Azərbaycan təhsilinin çox böyük keçmişi tarixi var. Yadımızdadırsa, müəyyən tarixi şəraitdə və dövrlərdə Azərbaycan təhsilində baş verən prosesdə onun inkişafına təsir göstərən amilləri sizinlə dəfələrlə vurğulamışıq. Ona görə də biraz keçmişə qayıdıb tarixi nəzərinizə çatdırmaq istəyirəm. Hələ bir sıra Avropa ölkələrində təhsil belə formalaşmadığı vaxtda Azərbaycan təhsilində çox böyük sıçrayışlar və çox böyük nailiyyətlər əldə olunmuşdur. Nəzərinizə çatdırım ki, sizlə bunun haqqında biz az da olsa danışmışıq və bakalavr kütləsində siz həriniz öz ixtisasınızda Azərbaycanda pedaqoji fikir tarixi dərslərindən bu məlumatları əldə edirsiniz. Hələ 14-cü əsrdə Cənubi Azərbaycanın ərazisində böyük bir tələbə şəhərciyi var idi. Bu tələbə şəhərciyində akademiyalara bərabər olan universitet səviyyəli təhsil ocaqları fəaliyyət göstərirdi. Universitet səviyyəli təhsil ocaqları Dərrüfün adlandırılırdı. Buranın təhsil sistemi, tədris planı özünə müvafiq qurulmuşdur. Bütün şərq təhsilinə və elminə uyğun olaraq həmin dövr üçün tədris planlarına, tədris olunan dərslərə aid olan dərslər fəlsəfə, məntiq, ilahiyyat, riyaziyyat, nüzum elmi və təbabət elmləri daxil edilirdi. Çox gözəl, qəribə bir faktı nəzərinizə çatdırım ki, burada təhsil alıb, təhsili bitirən gənclər artıq aləm adamlar. Yəni ki, bunlar artıq elmi elə zirvələrini fərq etmiş olurdular ki, onlar özləri bir dünya, bir aləm idilər. Nəzərinizə çatdırım ki, 14-cü əsrdə həmin təhsil müəssisəsində 450 bizim alimlərin gəldiyi qənaətə görə və araşdırmaların nəticələrinə görə həmin təhsil müəssisəsində 450-dən çox müəllim fəaliyyət göstərirdi və yalnız Azərbaycandan yox, dünyanın müxtəlif ölkələrindən orada təhsil alan tələbələr var idi. Bir də nəzərinizə çatdırmaq istəyirəm ki, Avropa alimləri və şərq alimləri üçün bu məktəbin tədrisi, bu məktəbin fəaliyyəti tədqiqat mərkəzinə çevrilmişdir. Fransız alimləri, İngilis alimləri sırf bu məktəbdə baş verən tədris fəaliyyətində və tədris prosesindən yaxından tanış olmuşlar və bu tədqiqatların kulminasiya nöqtəsi bizim görkəmli pedaqoq alimlər Hüseyin Əhmədov, Fərahim Sabıqov və digərlərinə aid olan güclü elmi əsərlər bizə təqdim olunmuşdur. Biz bugün sizdən Azərbaycanın müasir devirdə ali təhsilinin vəziyyəti, Avropa təhsilinə inteqrasiya eləməyi və Bologna bəyannaməsinə tərəfdar çıxmamızdan danışacağıq. Bologna deyəndə, Bologna prosesi deyəndə, kredit sistemi deyəndə gözümüzün qarşısına nə gəlir? Ümumiyyətlə, Bologna prosesi deyəndə tələbələrin burada öz hüquqlarını müqavilə etməsi, ümumiyyətlə, istərsən fərqli müəllimi öz seçə bilir Bologna prosesində, yəni bu kredit sistemində. Sonra, burada tədris məsləhətçi tutor olur. Burada öz şagirdlərə kömək edeyim. Mən transferlər kömək edirəm bu sahədə. Əyləş. Demək olar ki, Bologna sistemi özündə bir çox zəhmləri birləşdirir. Bologna sistemində ilk növbədə mobilliyin yaranması, yəni tələbə-müəllim kontaktının düzgün formada təşkil olunmasına ibarətdir. Aynı məsələdir ki, məsəl üçün, tələbə
universitetdə təhsil alır və ola bilər ki, müəyyən səbəblərlə bağlı həmin dərsin tədrisi onu qane eləmir və yaxud da ki, digər universitetdə olan istifadə olunan metodlar onu daha da cəzb edir və bu müqayisədə o başqa bir proqrama başqa universitetin daxil edir, amma oxuduğu universitetdə qeydiyyatlı olaraq alır və daha sonra qayıdır imtahanı da öz universitetində verir. Belə bu daha optimaldır, çünki burada tələbənin sırf fikirləri üstün götürülür və tələbə-müəllim mübadiləsində üstün rol oynayır. Eyni zamanda adi məsələdədir ki, hal-hazırda Azərbaycan təhsil sistemi inkişaf etməkdədir və bizim əsas məqsədimiz ondan ibarətdir ki, təkcə təhsilimiz öz hüdudlarımız daxilində deyil, ölkə xarici səviyyəsində də tanınsın və Azərbaycan təhsili, belə desək, bir nümunəvi çevrilir. Bu məqsəd diplomların xarici ölkələrdə də tanınması, tanınması Bologna sistemində əsas götürülür ki, yəni təkcə öz Azərbaycan vətəndaşları deyil, eyni zamanda xarici ölkə vətəndaşları da bizim ölkədə təhsil ala bilərlər və eyni zamanda həmin diplomlarla belə desək, havada qaldılar, yəni artıq öz ölkələrinə qayıtdıqları vaxtlarda həmin diplomları istifadə edə bilirlər. Eyni zamanda Bologna sisteminin daxil olan, bilirik ki, Avropa ölkəsində daxil olan 49-dan 48-i məhz Bologna sistemini qəbul edib. Eyni zamanda digər ölkələrə də bu şamil edir ki, bizim tələbələr gedib başqa xarici ölkələrdə təhsil alır, qayıdıb Azərbaycan Respublikasına gələndə artıq Burada bir məqamı da qeyd etmək istəyərdim. Yadımızdadır, biz sizlə araşdırmışıq o materialı. Prezident İlham Əliyevin sərəncamı əsasında 2007-2015-ci ildə xarici dövlətlərdə yüksək səviyyəli təhsil almaqdan ötürü dövlət layihəsi göstərilir gənclərə və siz istəsəz də, məsəl üçün, siz magistr dərəcəsini alsanız da belə, yenə ikinci təhsildən hardasa almaq istəsəz, yenə dövlət sizin dövlət nəzarət altında da aynı məsələdir ki, öz təhsilimizi xarici təhsil Bologna sistemi Avropa Şurasına daxil olan ölkələrdən 45 il bugün Bologna prosesini qoşulmuşdur. Azərbaycan da bu prosesi qoşulmaq üçün hələ 2004-cü ildə ilk adımlarını atmışdır və belə ki, 2004-cü ildə 17-18 may tarixində Avropa Şurasının baş direktorluğunda bəyannamə qəbul olunmuşdur ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi də həmin bəyannaməyə öz imzasını atmışdır və rəsmi şəkildə 2005-ci il may ayının 19-da Azərbaycanda Bologna prosesini qoşulmuşdur və bu nəticədə ali təhsilimiz artıq 97-ci ildən bu proses başlamışdı, 2 illərlə təhsilə keçmişdi və nəticə olaraq siz dediyiniz dövrdə Azərbaycan ali təhsil sistemi tamamilə Bologna prosesinə qoşulmuşdur. Buyur qızım. Nəsə demək istəyirdim? Yox. Gəlin bir sənədi nəzərdən keçirək. Azərbaycan Respublikası Prezidenti tərəfindən 2012-ci ilin 29 dekabrında sənəd imzalanmışdır. Azərbaycan 2020 Gələcəyə Baxış İnkişaf Konsepsiyası. Sizinlə sənəd haqqında biz danışmışıq. Sənəddə Azərbaycan Respublikasının iqtisadiyyatı, perspektivləri, inkişafı, təhsil sektoru, səhiyyə sektoru, nəqliyyat sektoru və digər sektorlarda mövcud problemlərin aradan qaldırılması və onların həlli yolunda qurulmuş strategiyaları da göstərilmişdir.
istəyirsiniz, buyurun. İnsan kapitalının inkişafı və səmərəli sosial müdafiə sisteminin qurulması. Konsepsiya çərçivəsində insan kapitalının inkişafı sahəsində ölkədə əhalinin keyfiyyətli səhiyyə və təhsil xidmətlərlə təmin edilməsi və bu xidmətlərin müxtəlif sosial qruplar, o cümlədən də az təminatlı ailələr və yoxsul vətəndaşlar üçün əlçatanlığında əsas strateji addımlar ön plana çəkilir. Bununla bərabər əhalinin etibarlı sosial müdafiəsinin təmin edilməsi məqsədi ilə görülən işlər davam etdiriləcək və genişləndiriləcək. Müasir təhsil sisteminin formalaşdırılması. Azərbaycan təhsilinin dünya və Avropa təhsil proqramına inteqrasiyası gücləndiriləcək, təhsil standartlarının unifikasiyası və Bologna prosesinin dərinləşməsi ilə yanaşı Azərbaycan təhsil ocaqlarının, xüsusilə də ali təhsil müəssisələrinin beynəlxalq əlaqələrinin genişləndirilməsinə, təhsil sahəsində həyata keçirilən beynəlxalq proqramlara onların fəal cəlb olması üçün müvafiq şəraitin yaradılmasına xüsusi fikir veriləcək. Yoldaşınız slaydı oxuyanda bir dənə sözdə ona qəliz gəldi. Hə. Niyə sualı verirsiniz ki, nə deməkdir? Unifikasiya, təhsil sistemində unifikasiya standartların bir-birinə yaxınlaşdırılması deməkdir. Uyğunlaşdırılması deməkdir. Tamamilə doğrudur. Və təhsil sistemində, istər Avropa təhsil sistemində, istər Azərbaycan təhsil sistemində hər hansı bir sahədə tədris olunursa, onun standartlaşması bir-birinə uyğun gəlməlidir ki, bəyəkləri siz dediyiniz kimi mobillik təmin etməkdən ötürü. Yəni, istəsəz bu universitetdən, bizim magistr pilləsində elə tələbələrimiz olmuşdu, magistrlərimiz olmuşdu ki, biz onlarla universitet arasında mübadilə olmuşdu və dünyanın inkişaf etmiş ölkələrində öz təhsillərini davam etdirmişdilər. Müasir təhsil sisteminin formalaşdırılması. Eyni zamanda xarici ölkələrin aparıcı universitetlərində dövlət haqqı ilə təhsil alan Azərbaycanın tələbələrinin sayı 2015-ci ilədək əhəmiyyətli dərəcədə artacaq, xaricdə təhsil alaraq məzun olmuş mütəxəssislərin potensialından ölkənin inkişafında səmərəli istifadə olunması təmin ediləcəkdir. 2015-2020-ci illər sonra gənclərin xarici ölkələrdə təhsil almasına dair yeni dövlət proqramı qəbul ediləcəkdir. Bir dəqiqə. İndi Azərbaycanın Bologna təhsili prosesində, birincisi mən bəyək sizin sözünüzü kəsmədim ki, tam fikrinizi söyləyəsiniz. Proses Bolognadır, sistem prinsipidir. Yəni, bunu yanımızda saxlayın. Bunu demişik, o bilər ki, biraz unutqanlıq olubdur. İndi gəlin görək, cənab prezident bizə nələri tövsiyə edir? Ali təhsil sistemində nə kimi dəyişikliklər bizi gözləyir? Azərbaycan təhsildə Bologna prosesi. Ali məktəblərdə təhsil prosesinin inkişafına böyük işlər görülməlidir. Ən qabaqcıl, dünya miqyasında ali məktəb heç vaxt əldə etdiyi nailiyyətlərlə kifayətlənmir. Bu, daim islahat tələb edən sahədir. Dünyada elmi, texniki tərəfinin bütün yeniliklərini bilmək, onları qavramaq, qabaqcıl ali məktəblərlə əlaqə yaratmaq, təhsil prosesinin inkişafda mühüm rol oynayacaqdır. Azərbaycanın da bu yol seçibdir. Azərbaycan da bu yol seçibdir. İlham Əliyev, Azərbaycan Respublikasının prezidenti. Yanınızdadırsa və daim biz mətbuatdan və hər dəfə dərsimizdə bunu təkrar edirik ki, bu dəqiqə Azərbaycan dövlətinin prioritet məsələlərindən biri olur ki, qara kapitalı insan kapitalına çevirək. Yadınızdadırsa hesabatında cənab İlham Əliyev dəfələrlə vurğulamışdı ki, təbii resurslar tükənə bilər, təbii resurslar tutara bilər, lakin insan kapitalından biz Azərbaycanımızı təmin etməliyik ki, düşünən beyinlərimiz, ağıllı insanlar görsün. Hə, onları müqayisə edəcək. Gələcək dərslərdə onları müqayisə edəcək. Beləliklə, biz bildik ki, Bologna prosesinə biz nə vaxt qoşulduq? 2005-ci ili may ayının 19-da biz Bologna prosesinə qoşulduq. Gəlin, çox sağ olun, mənim üçün. Qarşınızda tapşırıqlar var, məşğələnin planı var və tapşırıqlar var. Zəhmət olmasa, birinci tapşırığa diqqət yetirin və qrup şəklində elə əyləşin ki, sizin üçün işləmək asan olsun. Biz həmişə qruplaşırıq. Sizə resurs veriləcək. Bu resursa istinadən slayda diqqət yetirin. Bu resursa istinadən siz bugün bizim üçün prioritet olan vacib olan, bu dərsimiz üçün vacib olan və
Qanun seviyesinde Türkçəmizdə çox gözəl yaratılır. Amma işlək olmayan məqamları. Hə, burada yazılır. Hə.